Ayşər xanım, buyurun. Axşamınız xeyir olsun. İlham müəllim, siz deyirsiniz ki, göy kim hissiylə, amma burada hamının dediyi kimi sizə Nostradamus deyirdilər burada. Məncə özünüz daha yaxşı bilərsiniz ki, harada göy hissirsiniz. Burada biraz həyəcanlıyam. Düzdür, orada olanda çox hisslərim çox olurdu. Burada biraz həyəcanlıyam. Buradan bir balaca çətindir mənə hisslərim, amma hisslərimlə oynayacağım. Amma İndi mən çalışacağam daha ki, 50 qəpiyi tapaq burada. Amma mənim daha çox hiss etdiyim, bax bu sıralarda göylər çoxdur. Ayşər xanım hiss eləyir ki, onun dayandığı sırada göylər Demirəm ha çoxdur. mənim qutum, bax bu sıralarda. Amma yenə də hiss edirəm ki, bax Düzdür. buralarda. Yəni, Bəzi qutular var ki, mən onları axırdaşdıracağam. 2-dir, 12-dir, 9-dur, 7-dir. Bunları saxlayacağam axıra. Səbəb? Səbəb, yəni ki, doğulduğum tarixdir. 12-si 2-ci ay, bir də qaldı ki 9-7, elə bir ki 1-9-7-2 1972 alınacaq. O səbəbdən bunları saxlayıram, görüm nə Amma Fatma göstərəcək. xanımın qutusu yaxşıdır məncə. Ruhiyyə xanım, sizin yerinizi tutmaq istəməzdim, amma doğrudan da. İlham bəy, qərar. 20 nömrə açaq. Zal müəllim 20 burada nömrə. yoxdur. Bəli. Hazırda özü burada olmayan Zal Rüstəmov və bu həftədə son üçlüyə qalan. Həmişə onu da deyim ki, Mikail müəllim deyən saxlayaq 20-ni. Gəlməyən adam həmişə qutusundan böyük çıxır, qırmızı çıxır onların qutusundan. Gəl onu saxlayaq biraz axıra. Dəyişdiniz fikrinizi. Aç 20-ni, maraq üçün açaq. Amma həmişə kim gəlmir, həmişə qutusundan 20. Gəlin belə eləyək, qırmızı deyirsin çıxır. maraq üçün açaq. Amma oyunun taleyini o qutu həll eləyə Mən bilər. qırmızı da hiss edirəm orada. Hiss Ola bilər ki, edirsinizsə qırmızı bəs olar. niyə? Olmaz axı. Siz özü yaxşı fikirləşin. Siz üçün elə belə sayılmır axı, o Qırmızı hiss yaxşı edirəm fikirləşin. Maraq üçün heç vaxt, yəni açdırmayın nəyisə. Onda Ruhiyyə xanımın qutusunu açaq. Açmayın. Mən də mənimkini açmayın, yox. Bunu aç, bunu. Tilsimi qıracaq. Ruhiyyə xanım, Yox. niyə? Niyə sizin 15 qutunu nömrə, açdırmadınız? 5-i saxlayaq. 15-i Mən həmişə təzə bir kef gələndə mənim açdıraq. qutumda böyük məbləğ olur. Böyük məbləğ hiss eləyirsiniz. Hə. Bunu aç, bunu. Tilsim 5-də qırılacaq. çox hiss edirəm. 5-i saxlayacağım axıra biraz. Ürəyin 15 hansını açaq. deyir ona? Amma 15 ən qorxulu rəqəmdir, çünki həmişə onda 5000 çıxıb. 5000 məbləğ Pərviz bəy həmişə 5000 açıb onda. İştirakçılarımız. İlham bəy sizdən məsləhət istədi, amma burada aləm qarışdı bir-birinə. Üzr istəyirəm. Axşamınız xeyir. Hər kəsin Fatma xanım, axşamı buyurun. xeyir. İlham, sənə uğurlar arzulayıram. Çox sağ ol. Mən bura gəldiyim birinci gündən sənə demişəm ki, İlham mənə doğma adıdır. Çünki demişəm ki, qardaşımın adıdır. Həm də sənin xətrini çox istəyirəm. Sağ ol. Buradan qardaşımın ailəsini də salamlayıram. İlham, mən istəyərəm ki, sən buradan yaxşı məbləğlə gedəsən. İndi belə bir söz deyəcəm sənə. O belə bir şeir var. Bircə kuplet deyirəm, çox uzatmayacağam. Deyir, nar da qırmızıdır, bilirik. Əsrarəngiz görünsə də nar, onun da içində qat-qat pərdə var. Düzgün yeməsini bilməzsə insan, onu xar eləyər xar. Sən heç kəsin sözünə qulaq asma. Sən ancaq öz fikrinlə, öz ideyanla hərəkət edər. Burada hərə sənə bir söz deyib, sənin fikrini yanlış yönəldə də bilər. Sən özün Təşəkkürlər, Fatma xanım. hisslər və güvən Təşəkkürlər və 14 nömrəni açaq. Ruhiyyə xanım dedi qırmızıdır, amma mən göy hiss edirəm. Ruhiyyə xanım. Ola bilər ki, 50 qəpiyə çıxsın orada. İlham bəy təkidlə sizin qutunu deyir. Buyurun. Ola bilsin ki, 50 qəpiyə də oradan. Allah eləsin göy çıxsın, nə deyirəm ki? Diqqət iştirakçılarımız. Heç nə olmaz. Mən demişim də böyük məbləğ olacaq. Heç nə olmaz. 1000 manat. 1000 manat qırmızı, bəli, qırmızı.